Alo, hə xəyam. Yaxşı, o gün dediyin qaçdı. Ha, göndər, göndər də. Bilirsən də biz oturduğumuz kafeyi bilirsən hə. Yəni göndər gəlsin görək nə mahnısıdır, nə tər mahnıdır. Yaxşı. Gəl, gəl qardaş, gəl. Salam. Aleyküm salam, xoş gəldin qardaş. Salam qardaş, xoş gəldin. Adınız necə oldu? Vasif. Hə, Xəyam demişdiniz. Bəli, bəli. Hə, buyurun. Hə, Vasif qardaş, Xəyyam mənə sizin haqqınızda biraz məlumat verdi, dedi qəşəng mahnılar yazırsınız. Siz hansı janrda mahnılar yazırsınız? Janr ne diye kaka? O ne olan şeydi? Janr nədir? Qardaş, sən necə mahnı yazsan, janr nədir bilmirsən sən? Qardaş, sən hansı sferada mahnı yazsan? Yəni bir izah elə görək, necə mahnı yazsan sən? Sfera ne diyor kardeş? Sen bir başa düştüğümüz doğru dilde izah ile görüm ne diyorsa sfera. Sən də deyir günah, Xəyyamda adamsın. Nəysə, sən yəni qardaş, toy mahnısı yazırsan, pop yazırsan, hansı janrda mahnı yazsan, onu demək istəyirəm. Janr odur. Ha, janr onu diyorsan, toy mantısı kardeşim. Patladan manı özü sadece. Heç nə deyim qardaş. Oxuda da Xəyyam deyib belə yaxşı mahnıların olur. Oxu görək. Kardeş bu bildiğin toy mantısı da yani bir iki nakaratını okuyun bak. Mahnı belədir. Kent hayatı lezzet elir, beh beh beh. Okuyur bülbüller, okuyur bülbüller, beleriyer, ceh ceh ceh. Sənə sənətkar deyən, sənə bəstəkar deyən qələt eləyir, qələt eləyir. Dur, rəddəl buradan gözüm görməsin sən kəpənək, yerindən qalxan mahnı yazır mənim üçün. Ay Xəyyam, bu nədir? Bu kəpənəyi hardan tapıb göndərmisən bura? Sən məzələn sən məndən deyəsən.